Söz demədim, sadəcə dedim ki, çayzat gətirim sənə və köməkli eləmək istədim ona. Əgər dur. Sən çay gətirmək istəsənsə gətir çay ver də. Yəni bu sənə köməklik deyil sənə. Kiminsə gəlib təhqir eləməyə, təpiyi vurmaq əlindəkinə sən köməklik eləmirsən. Yəni biz zarafatlaşırıq, narahat olma. Qardaş tanıyırsan zarafatlaşırsan. Zarafat edirsən Həqiqəti, həqiqəti Allah bilir, amma ki heç sən. Kiminsə əlindən Heç sözüm yoxdur deməyə. olmaz axı. Obyektin yiyəsiyə bizim oturumuzda ki, sən köməkli edin burada, çayzat verin. Bu qardaş deyərin sap başa düşür. Ay qardaş, sən çay verəndə təpiyib çay verirsən. Ayağım dəydi məsələn. Ayağım dəymədi, sənə gördüyüm o ki, təpiyi vurmağım. Normal insanlar oturan yerdə Təhqir eləməyib səni. Yox, 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 yox. Vurmayıb səni. Yox, vurmayıb. Geç şimdi. Çox sağ ol qardaş. Heç nə qardaş, mən özüm rayondanam. Anam xəstədir. Burada belə Bakıda uzaqda qalıram Kirədə. Burada biraz bürgülədim, yuxum gəldi. Gəldi dedin, dükanımı batırırsan belə.